Beyin və onurğada əməliyyatlar tibbdə ən riskli əməliyyatlardan sayılır. İstənilən neyrocərrahi müdaxilə nevroloji qüsur və problemlə nəticələnə bilər. Belə xəstələrə əməliyyatdan sonra xüsusi dəstək tələb olunur. 50 yaşlı qadın pasiyent beynində nevroloji xoşxəssəli şiş əməliyyatına gülə-gülə gedəndə ağlına gəlməzdi ki, iflic və üz deformasiyası ilə həyatı kabusa dönəcək. Belə əməliyyatlarda şiş sinirləri sıxdığı və törəmə sinirin daxilindən keçdiyi üçün risklər gözləntiləri aşır. Bir tərəfli iflic, üzdə asimetriya və gözdə problem əməliyyatdan sonra xəstəni həyatdan küstürüb. 2021-ci ildə şiş aşkar olundu məndə, amma nevroloji idi, onkoloji deyildi. Sadəcə əməliyyatdan sonra bu nəticələri gözləmirdim. Yəni ki, çox pis nəticə verdi. Əməliyyatdan sonra yeriyə bilmirdim. Ağız əriliyi, gözümün biri açıq qalmışdı. Dünya tərsinə çönmüşdü, elə bil, həmən insan deyiləm də. Ondan qabaq gülə-gülə əməliyyata girib insan şikəst çıxmağı nə deməkdir? Sonra elə bir gün Rəhmə xanımı gördüm, dedim, yox, mən getmək istəyirəm, getməliyəm. Və onca sahəsində sağ olsun, mən sərbəst, yəni ki, yerimirdim, tutub yeriyirdim də. Amma indi özümü idarə edə biləm, şükür Allaha. Reabilitasiyadan sonra indi də görürəm ki, alt dodağımda çox fərq var. Bu əlimdə əsmə çox idi, çox dayanıb əsmə. Heç nə əlimə ala bilmirdim də, belə əl əsirdi. İndi də əsir düzdür, amma çox az əsirdi, əvvəlki kimi yox. Bir də bu ayağımda düz atırdım, dizimi qatdalamırdım. Amma indi şükür Allaha dizimi qatdalayıram. Çox sağ olsun. Rəhmə xanım çox belə adama, necə deyim, yəni ki, güc verirdi adama ki, yaxşı olacaq hamısı. Yəni ki, mən Rəhmə xanımın adını tutub gəlmişəm də, görüb gəlmişəm. Mən nə tanıyırdım, gördüm. Dedim, yox, mənə Rəhmə xanım kömək edəcək. Həqiqətən elədi, sağ olsun. Kollektiv də çox yaxşıdır. Yəni, oğlanlar da, qızlar da çox yaxşı qarşılayırlar, çox yaxşı, necə deyim, idmanımı edirlər, reabilitasiyamı edirlər, toka verirlər, hamısından çox razıyam. İnsult, iflic, əməliyyat sonrası nevroloji qüsurlar, sinir problemləri mümkün qədər tez bir zamanda müalicə edilməlidir. Bunun üçün nevroloq, fizioterapevt, reabilitoloq müayinəsi və müalicəsi kompleks şəkildə icra edilməlidir. Pasiyent artıq simasının əvvəlki forması və görünüşünə qayıdacağı günü gözləyir və bundan sonraki mərhələdə bəzi kosmetik müdaxilələr də oluna bilər.